panelimiz, bir daha qeyd edim ki, idarəetmə trendləri barədə olacaq. Odur ki, səhnəyə idarəetmə trendləri panelinin moderatorunu dəvət edək. Çox pozitiv, çox enerjili bir insandır. Mutfaqçı şirkətinin qurucusudur və rəhbəridir. Tanınmış iş adamıdır. Artıq təbii ki, bildi söhbət kimlə gedir. İlkin Manavovu səhnəyə dəvət edirəm. Alqışlarınızla. Çox sağ olun Fərdə xanım. Buyurun İlkin Çox bəy, minnətdaram. sənə sizindir. Çox sağ olun. Əziz qonaqlar, əziz dostlar, hər birinizi ürəkdən salamlayıram. İlk öncə SAT Qrupa məncə ölkəmizin ən mötəbər biznes tədbirinin keçirdiyinə görə öz dərin minnətdarlığımı bildirirəm və hesab edirəm ki, belə tədbirlərin keçirilməsi nəinki son dərəcə çətindir, həm də böyük bir məsuliyyətdir. SAT Qrup sağ olsun ki, belə çətinliyi, belə məsuliyyətli formada həyata keçirir. Çox sağ ol SAT Qrup. Mən artıq bir neçə ildir, bir neçə dəfədir idarəetmə trendləri panelində moderator kimi çıxış edirəm. Və hesab edirəm ki, bu il, məhz 2026-cı ildə bizim panel öz-özlüyündə bir çox fantastik yeniliklərin şahidi olur. Çünki bu günlərim həqiqətən də bizneslərdə elə trendlər meydana gəlir ki, bu trendlər o qədər sürətli dəyişir ki, artıq bugün dünən bizim doğru hesab etdiyimiz gerçəklər artıq bugün o qədər də aktual deyil. Və mən düşünürəm ki, məhz bu paneldə mən borcluyam özümün əmin olduğum 3 trend barədə fikirlərimi sizə paylaşım. Çünki mən hesab edirəm ki, bu trendləri mən deməklə bir növ özüm rahatlaşıram, öz vicdanımı təmizləyirəm və görürəm ki, həqiqətən də biznesdə elə yeniliklər baş verir ki, bu yenilikləri görmək bizim hər birimizin borcudur. Deməli, 2026-cı ildə Gallagher deyilən bir adam biznes medianın gündəminə gəldi. Familiyası heç də belə deyil, yadda qalan deyil. Gallagher. Belə baxanda, nə olsun ki? Amma bu Gallagher 2025-ci ildə 1.8 milyard dollar dövriyyə etmişdi. Bu da belə baxanda sizi çox da təəccübləndirməyə bilər də. 1.8 milyard dövriyyə eləyən minlərlə şirkət var. Ancaq fərqli cəhət ondan ibarət idi ki, bu Gallagher dostumuz 2025-ci ildə bir nəfər əməkdaşla bunu etmişdi. Yəni, 2025-ci ildə dünyada Gallagher'in şirkəti əməkdaş olmadan bir nəfər işçi ilə, o da özü, 1.8 milyard dollar dövriyyə eləyibdi. Düzdür, 2026-cı ildə Gallagher öz işçi sayını 2 dəfə artırıb, yəni bir nəfər də götürüb. Bu da çox uzaq adam olmayıb, qardaşı olubdu. Amma buna baxmayaraq, 2026-cı ildə onun dövriyyəsini mən də maraqlanıram, görə indi nə olacaq. 2025-ci ildə artıq bir nəfərli şirkət 1.8 milyard dövriyyə edir. Bu nə deməkdir? Bu həm də o deməkdir ki, dünyada çoxlu əməkdaşım olsun erası öz aktuallığını itirir. Bugün biznesdə effektivlik çoxluğun önünə keçir. Əlbəttə, biz dünənə kimi nə düşünürdük? Deyirdik, mənim çoxlu əməkdaşlarım olsun, mənim böyük komandam olsun. Mən burada heç bir şəkildə iddia etmirəm ki, 2 milyard dövriyyə etmək üçün bir nəfərlə işləmək lazımdır. Və yaxud öz qardaşını işə götürsən, sənin dövriyyən 2 milyard dollar olacaq. Qətiyyən yox. Sadəcə birinci trend ondan ibarətdir ki, dünyada çox işçi yox, effektiv işçi dünyası öz aktuallığını gətirir. İkinci trend. Mən əminəm ki, burada hamı, bəlkə də hamı da, yəni, Apple şirkətinin məhsullarını istifadə edir. Yenə də çox dərinə getmədən statistikaya müraciət edirəm. 2025-ci ildə Apple-ın xalis mənfəətində 60%, bilirsiniz nədən gəlib? 60%. Qeyri-əşya satışları, yəni bildiyimiz iCloud-lar, bildiyimiz Apple Music-lər və s. və s. Düşünün ki, bizim telefon kimi və yaxud planşet kimi gördüyümüz bir şirkətin dövriyyəsinin yox, mənfəətinin
Dövriyyəsinin 30%, mənfəətinin 60% məhz servislərdən gedir. Bu həm də o deməkdir ki, artıq məhsul satma dövrü bitib. İnsanlar həll satır, insanlar həll istəyir. Bugün heç kimə mebel lazım deyil. Bugün insanlara gözəl ev düzəltmək lazımdır. Bugün heç kimə sadəcə bir maşın lazım deyil. Bugün insanlara rahat və sistemli bir məkandan başqa məkana getmə həlli lazımdır. Heç təsadüfi deyil ki, Uber dünyanın ən böyük şirkətlərindən biridir. Çünki dünyanın ikinci trendi ondan ibarətdir ki, insanlar məhsul deyil, həll alırlar. Biz mutfaqçıda nə edirik? Düşünürük ki, görək bunun evini necə gözəlləşdirək ki, bu həm də bizdən mebel alsın. Bugün mutfaqçı heç bir şəkildə mebel şirkəti deyil, həll şirkətidir. Üçüncü trend barədə sizə məlumat verim. Üçüncü trend Azərbaycandan doğur. Biz həmişə nə edirik? Çalışırıq ki, başqa ölkələrə əl çalaq da. Bu bizim həmişə belə, mənim özüm də istəyirəm də, deyirəm ki, qoy başqalarından danışım. Üçüncü trend ondan ibarətdir ki, biznesdə, marketinqdə, media kommunikasiyanın şahı şirkətin sahibidir. Bugün marketoloq əslində şirkət sahibidir. Heç təsadüfi deyil ki, məncə dünyanın top 3 ən güclü marketoloqlarından biri Azərbaycandadır. Emil Ağalarov öz fəaliyyəti ilə bizə başa salır ki, necə güclü marketoloq olmaq olar. Bunun kökünü Steve Jobs qoymuşdu. Bunun kökünü, bunun davamçısı Elon Musk'dır. Ancaq sizə deyim ki, Emil Ağalarov bugün dünyada öz riçinə görə Azərbaycan kimi ölkədə fantastik marketinq кейsləri yaradır. Və mən əminəm ki, çox tezliklə Azərbaycanın кейsləri də dünyada kitablardan oxunacaq. Mən düşünürəm ki, bu üç trend hər bir Azərbaycanlı sahibkarın yuxusunu qarışdırmağa layiqdir. Mən düşünürəm ki, bu üç trendi bizim hamımız, hər birimiz düşünməliyik və mən əminəm ki, bu trendlər sadəcə icebergin görünən tərəfidir. Bunların altında çox dərin məsələlər yatır. Əlbəttə, bizim panel forumun ən mötəbər paneli olacaq. Digər panellərə hörmətlə. Çünki bizim paneldə fantastik spikerlər var. Sizə səmimi deyirəm, mən özüm bu panelin spikerlərini görəndə istədim deyəm ki, mən moderator olmaqdan qorxuram. Çünki o qədər dərin spikerlərimiz var, o qədər məlumatlı, bilikli spikerlərimiz var. Və mən sizin icazənizlə bu spiker dostlarımızı Azərbaycanımızda olan idarəetmə trendləri barədə çıxış etmək üçün səhnəyə dəvət eləmək istəyirəm və çalışacağam ki, ardıcıllıqla olsun. Deməli, ardıcıllıq deyəndə mən bir şeyi nəzərə salmaq istəyirəm ki, bizim panel həm də bir şeyi ilə fərqlənir ki, məhz bu paneldə son dərəcə bahalı bir hədiyyə oynanılacaq. Bizim panelimizdə bir nəfər, bizim hörmətli sponsorumuz Ədqo tərəfindən 3000 manat dəyərində çöl reklamı əldə edəcək. Məncə çox belə ciddi hədiyyədir. Suallarınızı hazırlayın. Forum, deməli, belə bir termin var. Deyir ki, siz qurmadınızsa, o sizi qurdu. Çox maraqlı bir çıxış adıdır. Nəsib bəyi səhnəyə dəvət edirəm. O, bizə bu haqda ətraflı məlumat verəcək. Nəsib bəy, xoş gəlmişsiniz. Hoş gördük. Çox maraqlı bir Çalışacağıq. adınız var. Hər bir biznesdə, hər bir şirkətdə superstarlar var. Yəni, bir xüsusi əməkdaşlar var ki, o əməkdaşlar xüsusi idarəetmə metodları tələb edir. Bu barədə danışmaq üçün hörmətli Taner bəyi səhnəyə dəvət edirəm. Taner bəy bizə superstarları necə idarə etmə lazım olduğundan danışacaq. Xoş gördük. Çok teşekkür ediyorum. Oturun zəhmət olmasa. Mən
Azərbaycanda yenilikçi sahibkar deyəndə o top of mind ilk ağlıma gələnlərdən biri bizim hörmətli dostumuz Ağacan müəllimdir. Ağacan müəllim xüsusi biznesmendir və bu gün bizə danışacaq ki, uğurun yaratdığı komfort zonasında necə hərəkət etmək lazımdır. Ağacan müəllim salam. Salam. Biz sizinlə köhnə dost olduğumuz üçün sizi biraz daha çox tərəf saxlayacağam. Uğurlar. Beləliklə, hər birinizi sualları hazırlamağa dəvət edirəm. Bizim ardıcıllığımız çox sadə olacaq. Hər spikerimiz 10-15 dəqiqə arası öz nitqini söyləyəcək. Sonradan onlar oturandan sonra bizim sual-cavab sessiyamız başlayacaq. Mən sizdən artıq dərəcədə acizanə xahiş edirəm ki, 12-13 dəqiqəni keçməyək, maksimal 15 olsun ki, suala çoxlu enerjimiz qalsın.